Salam əziz izləyicilər. Bugünkü qonağımız futuroloq, informasiya, telekommunikasiya və kibertəhlükəsizlik eksperti Nurlan Əzimovdur. Nurlan bəy, xoş gəlmisiniz. Təşəkkür edirəm Gülnar xanım. Mən də sizi, sizin studiya əməkdaşlarını və kanalınızın bütün izləyicilərini salamlayıram. Sizlərə uğurlar arzu edirəm. Çox sağ olun. Təşəkkür edirik. Nurlan bəy, ilk sualımız gəlsin. Futurologiya nədir? Futurologiya mövcud iqtisadi, siyasi və eyni zamanda texnoloji trendi nəzərə alaraq bu gedişatın hansı istiqamətdə getdiyini analiz edib proqnoz verməkdir. Məsələn, əgər siz qara buludun yaxınlaşdığını görürsünüzsə, küləyin əsmə istiqamətini təyin və təsbit edirsinizsə, bir burulğan olacağını, yağış yağacağını proqnoz verməkdə çətinlik çəkmirsiniz. Bir hava proqnozu kimi bir şeydir. Çox gözəl. Mövcud texnoloji inkişaf trendini necə görürsünüz? Mövcud texnoloji inkişaf trendi dedikdə, ümumiyyətlə texnoloji inkişafı mən bir neçə aspektdən analiz etmək istərdim. İlk növbədə texnologiya həyatımıza girdikdən sonra bunun müsbət və eyni zamanda mənfi cəhətlərini də cəmiyyətdə hiss etmək olur. İstəyir fərdin öz inkişafında, öz fərdi həyatında, istəyir sosial həyatda bunun bir çox aspektdən olan təsirlərini görürük. Ona görə də bu cür verilişlərin hazırlanması zəruridir. Bunlar maarifləndirici verilişlərdir, hansı ki cəmiyyəti buna hazırlayır. Əsas sual odur ki, biz 5 il bundan sonra pəncərəni açdıqda nə cür bir dünya görəcəyik? 10 il sonra nə cür bir dünya görəcəyik? 20 il sonra hansı bir dünya ilə üz-üzə qalacağıq? Bunu analiz etmək üçün, bunu başa düşmək üçün mövcud texnoloji trendi anlamağımız lazımdır. Biz görürük ki, bugün süni intellektin inkişafı, süni intellektin həyatımıza daxil olması, informasiya kommunikasiya texnologiyalarının, sosial şəbəkələrin həyatımıza daxil olması və eyni zamanda sürücüsüz maşınların, hər yeri bürünmüş kamera sistemlərinin, digital nəzarətin güclənməsi, bunun monetar siyasətə keçməsi, eyni zamanda bizim xərclədiyimiz pulun belə digital formatda olması, eyni zamanda digital nəzarətin gündən-günə artması fonunda bizim həyatımız necə dəyişəcək, bu bizim həyatımıza necə təsir göstərəcək, bunu anlamaqdır. Biz görürük ki, bugün artıq tibb sahəsində böyük nailiyyətlər əldə olunmaqla yanaşı, eyni zamanda genetikanın inkişafı, xüsusilə CRISPR texnologiyası, hansı ki, gen mühəndisliyi və müəyyən genlərin müəyyən DNK boğumlarından kəsilərək yerlərinin dəyişdirilməsi nəticəsində geni dəyişdirilmiş canlıların ortaya çıxması və bu laborator şəkildə bunların aparılması, biotexnologiyaların inkişafı, bütün bunlara müsbət tərəfdən də baxmaq olar, mənfi tərəfdən də. Necə ki, bıçaq cərrahın əlində bir funksiyanı yerinə yetirir, qatilin əlində başqa bir funksiyanı yerinə yetirir. O cümlədən də yüksək texnologiyaların, patentlərinin də ayrı-ayrı korporasiyaların əllərində cəmlənməsi, onların da gələcək inkişafda, gələcək trenddə öz yerini tapmasına və təsir gücünün artmasına, yəni gələcək sosial, demək ki, iqtisadi və siyasi həyatda dünyanın inkişaf trendində öz rollarını artırmasına və şərtləri diktə eləməsinə gətirib çıxardacaq. Biz eyni zamanda görürük ki, sürücüsüz avtomobillərin inkişafı transport sənayesini altını üstünə gətirəcək. Dördüncü inkişaf, demək ki, dördüncü sənaye inqilabının astanasındayıq.
Burada yəni artıq biz görürük ki, bir çox ölkələrdə xəstəlik kitabçaları var idi əvvəllər, amma indi hamısı data şəklindədir. Məsələn, bu yaxınlarda Çində yaşayan dostlarımız məlumat verdi. Deyir ki, orada bankomata bənzər bir qurğular da xəstəxanaların divarlarında mont olunub. Yaxınlaşırsan, barmağını uzadırsan, barmağından qan nümunəsi götürür, üzündən tanıyır səni, üz tanıma sistemləridir hər yerdə. Və sən tam maşınına oturub evə çatmamış, sənə SMS gəlir ki, sizin qan analizi 6 ay bundan qabaqki analizlə tutuşduruldu. Ondan qabaq, 1 il bundan qabaqki analizlə və bu süni intellekt bütün bu analizləri aparır və dəyişiklikləri hamısını nəzərə alır və sizə son nəticədə çox dəqiq bir diaqnoz qoyur və sizə gələcək hətta xəstəlik trendlərini göstərir və riskləri göstərir və bunlardan qorunma yollarını izah eləyir və dərmanlar məsləhət görür sizə. Və artıq biz görürük ki, həkimlərə ehtiyac qalmır get-gedə. Yəni bunu artıq süni intellekt icra eləməyə başlayır. Korona dövrü bizə təhsildə yeni bir səhifə açdı. Distant təhsil adlandırdığımız onlayn təhsil formatı, məsafədən təhsil və irəlidə süni intellektin artıq bu işə cəlb olunması ilə təhsil sistemində inqilabi dəyişikliklər gözlənilir. Çox əcaib bir formatda biz bunu yaxın illərdə müşahidə eləyəcəyik. İlk növbədə özəl məktəblər bu şəkildə məsələn robot müəllimləri alacaqlar. Buna CAPEX deyirlər, bir dəfəlik yatırım deyirlər. Bu yatırım elədi. Bu robot müəllim yorulmur, əsəbləşmir, səhv buraxmır, maaş istəmir, yuxusu gəlmir və lisenziyasını alıb beyninə yüklədikdən sonra astronomiya dərsi də deyə bilər, ədəbiyyat dərsi də deyə bilər, fizika dərsi də deyə bilər, riyaziyyatdan da dərs keçir və özəl məktəblər əlbəttə ki, bu sərf eləyir. Nə görürük? Həkimlərə ehtiyac qalmır 4-cü sənaye inqilabında, müəllimlərə ehtiyac qalmır yavaş-yavaş, yəni bu tendensiya davam eləyir. Taksi sürücülərinə ehtiyac qalmır, çünki sürücüsüz avtomobillər yavaş-yavaş meydana çıxır. Məsələn, artıq bir çox ölkələrdə bu pilot layihə olaraq icra olunmağa başlayıb. Məsələn, biz burada bu uygulamalardan istifadə edirik, taksi çağırırıq, düzdür? Yəni, sən də orada taksi çağırırsan, görürsən ki, sürücüsüz taksi gəldi, əyləşirsən, istədiyin ünvana gedirsən və sənin hesabından pul köçürülür operatorun hesabına. Bunun maliyyəti daha düşükdür. Ona görə yəni insanlar bu tendensiyaya daha meylli olacaqlar. Taksi şoförü də yoxdur. Gələcəyə baxanda görürük ki, bir çox sənədlər bizim mövcud sənəd adlandırdığımız hal-hazırda artıq ortadan qalxmış olur. Bir çox sənədləri, məsələn, hüquqşünas, əgər bugün sizin evladınız hüquq sahəsinə meyl edirsə, çalışın onun fikrindən daşındırın, çünki hüquqşünas deyə bir şey yoxdur. O ta institutu bitirib, hüquq təhsili alıb bu qədər əziyyət çəkdikdən sonra, inanın mənə, işsiz qalma ehtimalı çox böyükdür. Çünki gələcəkdə bütün hüquqi prosedurların özlərinin belə, məhkəmə işlərinin özləri belə süni intellekt üzərindən olacaq. Yəni, artıq vəkilə ehtiyac olmayacaq. Siz vəkili süni intellekt olaraq, bugün ChatGPT-dən də bir çox adici, yəni open source AI-dir, hansı ki, bir çox hüquqi məsləhətlər ala bilərsiniz ona. Və bu tendensiya daha sürətli gedəcək və görəcəyik ki, önümüzdəki illərdə bir çox sənədlər ortadan qalxacaq, bir çox sənəd adlandırdığımız, məsələn, bir zamanlar faytonçu deyilə bir sənəd var idi, amma indi yoxdur. Məsələn, Nizami Gəncəvi deyirdi ki, mahir bir palançı olsa da insan yaxşıdır, yarımçıq, papaqçılıqdan, düzdür, palançıdan danışır, papaqçıdan danışır. Amma bugün o nə palançı var, nə papaqçı var. Bugün o sənədlər deməli ki,
mövcud deyil. Yəni o vaxt şah sənəti idi. Yəni atın nalını mıxlayan bir sənətkar və yaxud da ki, dülgər sənəti var idi. Taxtadan bir şeylər yonub düzəldən. İndi də var Nurlan bəy, Var, amma bəli. get-gedə siz deyən artıq Bəli. dəyişikliklər Sözsüz, yəni olacaq, demirəm tam yoxa çıxacaq, amma kütləvi bir ixtisarlarla üz-üzə gələcəyik. Yəni indidən ona görə yəni gənclər sənət seçimində, gənclər ixtisas seçimində mütləq diqqətli olmalıdırlar. Yəni bu günə yox, sabaha baxaraq verəcəkləri qərarlar daha dəqiq ola bilər. Çünki sabaha baxdığımız zaman tam fərqli bir dünyanı, əgər texnoloji trendi nəzərə alarsaq, iqtisadi trendi nəzərə alarsak tamamilə başqa bir mənzərə, siyasi trendi nəzərə alarsak ta başqa bir mənzərə ilə üz-üzə gəlirik və bu bir neçə xətti bir araya gətirib inteqrasiya elədiyimiz zaman dünyanın fərqli şəkli ortaya çıxır. Məsələn, siz mənim üzümə baxanda nə görürsünüz? Qaşlar, gözlər, burun, qulaq, ağız və s. düzdür? İndi mən bu cildi qaldırsam, bu dərinin altında sümüklər var, kapilyarlar var, qan damarları, sinirlər, ondan sonra müxtəlif toxumalar, piy toxumaları, əzələ, dəri toxuması və s. Bunlar qarma-qarışıq sistemlər, hamısı bir şəkildə vəhdət təşkil eləyir, qarma-qarışıq şəkildə işləyirlər. Siz dəhşətə gələrsiniz, deyirsiniz, aman Allah, bu necə qarışıq bir şeydir. Yəni bütün bu xaosun içərisində, yəni bunları təkər-təkər bir araya gətirərək ümumi mənzərəni hazırlayıb, yəni ümumi mənzərəni görməkdir. Bayaq verdiyiniz sual, hansı ki, futurologiya. Yəni çox geniş mövzu. Çox geniş mövzudur. Yəni biz bu mövzudan əgər danışacağıqsa, mən hesab edirəm ki, bu növbəti verilişlərdə biz bunu mütləq davam etdirməliyik. Əgər detallı biz bunu analiz etmək istəyiriksə. Çox sağ olun. Yüksək texnologiyaların, xüsusilə də 5G radio tezliklərin insan həyatına, səhhətinə təsiri necədir? Ümumiyyətlə biz bir zamanlar 2G-dən 3G-yə keçdiyimiz zaman daha geniş bir datanı, daha böyük ölçüdə, daha sürətli bir datanın transferi ilə bir həll olaraq bunu ortaya qoymağa çalışırdıq. Ondan sonra data tələbatı böyüdü. Telekommunikasiyada artıq yeni standart işlənilməyə başladı. LTE texnologiyası. Biz 4G-yə keçməyə məcburiyyətində qaldıq. Yəni bu hal-hazırda Azərbaycanda geniş istifadə olunur. Bütün mobil operatorlarında lisenziyası var. Artıq biz 5G-dən danışırıq. İndi dünyanın bir çox ölkələri keçib. Bəzi ölkələrdə artıq 6G standartını müzakirə edirlər, yəni pilot olaraq icra edirlər. Və bu daha böyük sürətli data alış-verişi platformlarına keçid etdikcə biz daha böyük bir tezlik diapazonlarından istifadə etmək məcburiyyətində qalırıq ki, bu da əlbəttə ki, insanın günlük radioaktiv şüalanma dozasını artırır. Hər şey asılıdır düzgün radio planlamadan. Əgər ölkənin qanunvericiliyi düzgün radio planlama haqqında bir standart qəbul eləsə və bütün mobil operatorlar o standarta uygulasa, o zaman hesab edirəm ki, yəni ciddi bir problemlə üzləşmərik. Amma ümumi götürsək, əlbəttə ki, yəni bu məsələn mən tez-tez görürəm mobil cihazı pencəyin döş cibində bəzən çox gəzdirirlər. Mən tövsiyə etmirəm bunu. Yəni daxili orqanlara o şüalar zərər verə bilər. Amma ən təhlükəsiz yer əlbəttə ki, şalvarın arxa cibidir. Həmişə mən bunu tövsiyə etmişəm. Ona görə 5G-nin insan həyatına təsiri yenə də yəni istifadə olunmasından asılıdır.
və radio şəbəkənin planlanmasından asılıdır. Düzgün planlanarsa zərəri böyük deyil. Nurlan bəy, bu qədər məlumat maraqlıdır, amma bəs bu qədər insan işsiz nə edəcək? Mənə çox maraqlıdır. Artıq indidən mən narahat olmağa başlamışam. Bu sual hamısını düşündürür. Harari öz Homo Deus kitabında bu sualın üzərindən keçir əlbəttə və qeyd edir ki, bəli, bu qədər insan işsiz qalacaq, biz bu tendensiya hara gedir və əlbəttə ki, 4-cü sənaye inqilabı artıq qapısının astanasındayıq və biz bu keçidə hazırıqmı? 4-cü sənaye inqilabında aktual olacaq iş yerləri, aktual olacaq sənədlər, kadrlar, kadr potensialı əlimizdə mövcuddurmu? Və paralelində işsiz qalacaq çox böyük bir kütlə, yəni insan ordusu. Bunlar əlbəttə çox düşündürücü suallardır və insan əməyi, insan yaradıcılığı bir şəkildə kənarda qalacaq. Süni intellekt bugün mahnı da yazır. Bəstəkarların da belə deyək də bazarı bağlanır, sıxılır yavaş-yavaş. Süni intellekt mahnı da oxuyur, mahnı da bəstələyir. Bir çox işləri bacarır. Bir çox işləri bacarır. Rəssamlıq da eləyir, düzdür. Şimdi siz düşünün, biz əvvəl fikirləşirdik ki, süni intellekt hər nə qədər inkişaf eləsə də, yəni insan yaradıcılığı o tamamilə yəni başqa bir səviyyədir. Yəni ora gəlib çata bilməz, amma görürük ki, yox. Yəni elə sürətlə elə bir nöqtəyə yaxınlaşır ki, artıq üstələyir hətta. Əlbəttə ki, üstələyir çox sahələrdə və bu tendensiya da davam edəcək. Və həndəsi silsilə ilə davam edəcək. Məsələn, adicə OpenAI-ya baxanda open source AI növləri çoxdur. Hələ ChatGPT-nin özünə baxanda ChatGPT 3 ilə 4 arasındakı fərq 2 yaşında uşağın intellekti ilə Albert Einstein'in intellekti arasındakı fərq qədər böyük oldu. İndi ChatGPT 5-deyik. Biraz daha yuxarı gedir və yeni süni intellektlər ortaya çıxır və bunlar bir zaman gələcək, converged hala gələcək. İnsanlığa təhdid ola biləcəyi haqqında da danışılır bunun. Bu ehtimallar da var və böyükdür, aktualdır. Yəni, ilk dəfə olaraq insanlıq bilmədiyi bir şeylə üz-üzə qalır. Məsələn, məndən tez sual verirlər ki, necə ola bilər insan özünün yaratdığı bir şeylə bir şey ona təhdid eləsin? Amma mən cavabında deyərdim ki, bu insanın yaratdığı bir şey deyil. Biz datanı toplamağa başladıq və bir alqoritm yaratdıq. Özünü öyrənən bir alqoritm. Amma bu alqoritm data ilə interaktiv hala gəldiyi zaman süni intellekt ortaya çıxdı. Biz günün bu gününə qədər elə bilmirik, ona olan şeydir. Və bunu anlamağa çalışırıq. Və biz bunu anlamağa çalışdıqca bunun yeni versiyaları ortaya çıxır. Həndəsi silsilə üzrə inkişaf eləyir, artır və biz bunu necə qabağını alacağıq-mı, almalıyıq-mı, bu sualları veririk artıq. O nöqteyi nəzərdən də indi sizin sualınıza, yəni yenə də bu çox geniş bir mövzudur, sualdan uzaqlaşmayaq. Bu qədər insan nə edəcək? Versiyalardan biri, burada optimistik yanaşma var, pessimistik yanaşma var. Optimistik yanaşma VR platformlarının inkişafıdır, hansı ki virtual reality deyirlər buna, virtual reallıq. Məsələn, indi eynəklər çıxır, yeni taxırsan, virtual bir aləmə daxil olursan, məsələn, film izləyirsən və s. Məsələn, Meta'nın özü bu yaxınlarda yeni bir produkt təqdim elədi. Və bu VR platformlarını taxıb həmən o virtual aləmdə həyatını davam etdirmək və həmən o kütlənin bir hissəsinə
yemək kimi, qida kimi elementar deməli ki, bir minimum təyin etmək və onlar otursunlar divanda, VR-a daxil olsunlar, virtual dünyada həyatlarını davam eləsinlər kimi bir yanaşma var. Yəni madam ki, bir iş tapa bilmirsə özünə və bunlar minimal tələblərlə təmin olunsunlar. İkinci bir yanaşma bundan ibarətdir ki, dünya əhalisinin sayını azaltmaq. Bunun üçün də artıq yəni ayrı-ayrı siyasi platformlar, iqtisadi platformlar hərəkətə keçib, yəni müxtəlif siyasətlər yürüdülür. Ailə fundamentinin dağıdılmasından tutmuş, yəni dünyaya evlad gətirməyin tendensiyasının azaldılması, bu istiqamətdə olan motivasiyanın azaldılması, bir çox sosial təsirlər və bu sosial təsirlərin nəticəsi olaraq dünyada əhali azaltımına gətirmək ki, çünki 4-cü sənaye inqilabında artıq insan işçi qüvvəsi olaraq nəzərdən keçirilmir. Və burada artıq texnologiyanın işçi qüvvəsi olaraq işləməyi, məsələn, robotların, humanoid robotların artıq bir çox zavodlarda, mən məsələn, Çinin özündə bir çox zavodlarda olmuşam, nəhəng bir zavoddur, nəhəng bir fabrikada, istehsalat müəssisəsidir. 2 nəfər adam işləyir orada, idarə edir sadəcə. Qalanı hamısı robotlardır. Robotlar qaynaq eləyir, robotlar istehsal edir, robotlar daşıyır, robotlar qablaşdırır və s. Yəni hətta yəni artıq onların transportunu da robotlar icra eləyir. Və ona görə də bu tendensiya iki istiqamət üzrə gedəcək. Yəni paralelində dünya əhalisinin sayının azaldılması, hansı metodlarla azaldılması, sosial metodlarla mı azaldılması, müharibələrlə mi azaldılması və yaxud da kataklizmlərlə mi azaldılması və yaxud da ki, süni yaradılmış krizislərlə mi azaldılması, bu artıq başqa bir mövzudur. İstəyirsiniz bu mövzu haqqında da biz irəlidəki verilişlərdə diskussiya apararıq. Növbəti podkastlarda görüşəcəyik. Ona söz yox. Nurlan bəy, mən bugün çox sevinirəm. Nəyə görə? Bir çox insanlar üçün maarifləndirici məlumatlar verdiniz. Hələ bu yeni nəsil texnologiyalar haqqındadır. Ona görə sizə dərin təşəkkürümü bildirirəm. Növbəti podkastlarda mütləq ki, yenidən görüşəcəyik. Sizdən yeni məlumatlar əldə edəcəyik. Belə əziz izləyicilər, növbəti görüşlərdə inşallah sizin qarşınızda olacaq. Yeni məlumatlarla, yeni qonaqlarla özünüzə yaxşı baxın.